Birinci sual, termit qaynağı deməli dəmir 3O4 ilə alüminiumdur və artıq miqdarda xlorid turşusu ilə reaksiyasından hansı duzlar alınır? Buradan deməli 2 dənə duz alınır. Dəmir xlor 3 və dəmir xlor 2. Buradan isə deməli alüminium xlor 3 alınır və birincidə doğru cavab 1, 2 və 4 A bəndində öz əksini tapacaq. İkinci sualda deməli barium xlorid, hansı ki biz bunun molunu bilmirik. Natrium sulfat, biz bunun molunu da bilmirik. Bu zaman 6 mol natrium, 12 mol xlor və A mol X alınıb. Biz bilirik ki azalma bariumdan SO4 olacaq, çünki onlar çöküntü verir. Natriumdan xlor əvvəl nə qədərsə sonda da o qədər olacaq. Sonda əgər natrium 6 dənədirsə, burada 2 deməli əvvəl deməli 3 olub. Bunun molu xlor deməli sonda 12-dirsə, deməli əvvəl də 12 olub, onda bunun molu 6 olub və bu zaman burada 6 dənə barium var və 3 dənə də SO4 var. Bir barium 1 SO4 ilə çökürsə, 3 barium 3 SO4 ilə çökür və sonda 3 barium qalır və ikinci sualda doğru cavab B bəndi olacaq. Üçüncü sualda xrom deməli 3D5, 4S1-dir, 6 tək elektronu var və burada da ona uyğun olan deməli 6 dənə tək elektron 3S1, 3P3, 3D2 C bəndində deməli öz əksini tapacaqdır. Sonra maqnezium 2 valentli olduğuna görə burada deməli metalın valentini 2-yə bölürəm, 2/2 1 mol. Alüminium deməli 3 valentli olduğuna görə 1,5 mol yazırıq. İkisi də bunların A moldur. Onda bu A. Bu 1,5 A eləyir. 22,4'ü 22,4'e böləndə 1 mol eləyir. A üstə gəl 1,5 A. Buradan deməli bərabərdir 1'ə. 2,5 A bərabərdir 1. 1 bölünsün 2,5. A buradan bərabərdir 0,4. Gətirib burada 0,4 yazıb 27'ye vursaq, 4-cü sualda doğru cavab B bəndi olacaq. 5-ci sualda hansı duzun hidrolizinin birinci mərhələsinin qısa yöntəmli belədir? Baxın, turş mühitdir, bu neytral mühitdir, bu ola bilər, bu qələvi mühitdir, bu ola bilər, bu qələvi mühitdir. Amma katyon 2 valentlidir, gümüş burada 1 valentlidir, bu olmaz. Ona görə də dəmir olacaq. Doğru cavab D bəndində öz əksini tapacaq. 5-ci də D bəndi. 6-cı sualda deməli azot üstə gələk 3H2 əmələ gəlir 2 deməli NH3. Burada görürsünüz ki bu 8 moldur, bu 16 moldur və solda duran əmsalı qədər məhsul formada sərf olunur. Azotun əmsalı 1'dir, A sərf olunur, hidrogen 3A sərf olunur, ammoniak da əmsalı qədər 2A alınır. Son qarışıqda ammoniakın həcmi 50%'dir. 50'ni yazıram 0,5 bərabərdir. Ammoniak 2A'dır və bunların da cəmi sonda 24 minus 2A'dır. Bununla bu getdi ixtisara. Bu eləyəcək deməli 4A. Buradan 24 bərabərdir 6A. A da buradan 4'ə bərabərdir. Deməli bizə deyir ki, azotun reaksiya daxil olmayan mol sayı azotun A molu, yəni 4 mol daxil olub, 4 mol da daxil olmayıb. 6-cı sualda doğru cavab C bəndində öz əksini tapacaqdır. 7-ci sualı nəzərdən keçirdək. 7-ci sualda hidroksonium iyonu bu şəkildə göstərilir. Görürsünüz ki, bax, oxla olan donor akseptoru göstərir. Digərləri mübadilə mexanizmini və 2 dənə burada mübadilə mexanizmi üzrə var. Eləcə də ammonium iyonunda bir dənə donor akseptor, 3 dənə mübadilə mexanizmi və bunların cəmi deməli 5 eləyəcəkdir. 8-ci sualda qarışqa turşusu gümüş peroksidlə reaksiya daxil olanda X deməli karbon dioksiddir və burada deməli karbon SP vəziyyətindədir. Metil spirtlə reaksiya daxil olanda HCOO CH3 əmələ gəlir və burada əsasən SP2 bir vəziyyətində karbon var. Ona görə Y götürürük. Natriumla da reaksiya daxil olanda HCOO natrium.
Burada da SP2 vəziyyətində karbon var. Bunu da qəbul edirik və 8-ci sualda doğru cavab YZ olacaq. 9-cu sualda hansı duzun parçalanması oksidativ induksiya reaksiyasıdır? Deməli, kalsium hidrokarbonat parçalananda əmələ gəlir kalsium karbonat, karbon dioksid və su. Burada oksidativ induksiya yoxdur. Mis-2 nitrat parçalananda mis-2 oksid, NO2 oksigen bəsit maddə var. Oksidativ induksiya reaksiyasıdır. Amonium xlorid parçalananda NH3 xlor oksidativ induksiya deyil və amonium nitrat da parçalananda N2O su, yəni azot burada oksidaşma dərəcəsi bir dəfə artır, bir dəfə azalır. Ona görə 9-cu sualda doğru cavab D bəndi olacaq. Sonra 10-cu sual, ağzı açıq qabda başlanğıc maddələrin doymamış məhlulları qarışdırılır. Hansı halda alınan məhlulun kütləsi qarışdırılan məhlulların kütlələrinə bərabər olur? Təbii ki, qaz və ya çöküntü əmələ gəlsə bərabərlik olmayacaq. Baxın, buradan çöküntü əmələ gəlir, dəmir hidroksid. Buradan qaz alınır, ona görə burada olmaz. Ona görə doğru cavab 10-da deməli 2 ilə 4 olacaqdır. Ondan sonra burada 11-ci sual nəzərdən keçirdək. pH3 oksigenlə reaksiya daxil olanda bu zaman əmələ gəlir P2O5 su və həmin P2O5 su ilə reaksiya daxil olanda 100 dərəcədə orta fosfat turşusu əmələ gəlir və orta fosfat turşusu parçalananda H4P2O7 və su əmələ gəlir. Y burada sudur. X P2O5-dir, Z H3PO4-dür. T-də H4P2O7. Fosforun kalium xlorla reaksiyasından kalium xlor O3 P2O kibritin alışması bəli X P2O5-dir və P2O5 ilə su 0 dərəcədə H4P2O7-ni vermir, yəni T-ni o 20 dərəcədə olur və Z, yəni deməli H3PO4 natrium OH-dan gedəndə bəli natrium H2PO4 və su, yəni biz Y-ə su dedik. Ona görə də 11-ci sualda doğru cavab A bəndində öz əksini tapacaq. 12-ci sualda nəzərdən keçirdək. Deməli, alkan karbon sayı, deməli, A, alkində karbon sayı, A deməli, bu alkandır, karbon N, HG+2, bu da alkindir, karbon N, HG-2, alkanda deməli, S3 4N'dir. Burada bərabərdir 2B-yə, alkində isə 4N-8-dir, çünki alkinlərdə bir 3 qat var, bir 3 qatın sağına soluna Sb birləşib. Əgər deməli N dənə karbonun ikisi Sb-dirsə, N-2 böyükdür. Bunu da 4-ə vuranda 4D-8 edir. Bu da B-dir. Buradan 4D-nin bu qiymətini gətirib burada yerinə yazıram. 4D-nin yerinə 2B yazıram. -8 bərabərdir. B buradan bərabərdir 8-ə. Deməli, onda alkanda 2 və 8-dən 16 hibrid orbital var. 4D-nin bərabərdir 16. N də bərabər 4 dənə karbon. Tapdıq ki, alkanda 4 dənə karbon var və deməli, ikili karbonu var. 4 dənə karbonu biz belə də yaza bilərik, belə də yaza bilərik. Burada ikili karbon yoxdur, amma bizə deyir ikili karbon olsun. Ona görə belə yazacağıq və səmərəli dediyinə görə metil, etil, sonunda etilen. 12-ci sualda doğru cavab deməli C bəndində öz əksini tapacaqdır. 13-cü sualda hansı maddə adi şərtdə bromlu rəngləşdirir? İzopren, karbonlar arasında 2 qat rabitə var, vinil asetilin. Doğru cavab 13-cü sualda Y bəndində öz əksini tapacaqdır. Ondan sonra gəlir burada 14-cü sual. Deməli, iki müxtəlif normal duzdan ibarət qarışığın suda məhlula dissosiasiyası baş verir. Təbii ki, bunlardan biri əsasən, burada bir dənə natrium olduğuna görə katyon olaraq natrium deməli X-lə birləşməsi var. Eyni zamanda natriumun deməli 3PO4 ilə də birləşməsi var. Və burada görürsünüz ki, PO4 0,1-dir. Bunun qabağını 0,1 yazıram. Onda natrium 0,6 olur, 0,3 olur. Ancaq burada 0,7-dir. Onda gərək burada 2 olsun ki, mən bunun qabağına 0,2 yazım ki, 0,2-ni 2-yə vuranda 0,4. Bu da 0,7 olsun. Yəni, yaradıcılıqda həm də ki, X burada 0,2-dir. Görün, qrafikdəki nöqtələr, rəqəmlər hamısı bir-birini ödəməlidir. Yazıb qarışıqda 0,1 natrium 3PO4 var, düzdür. X burada SO4 ola bilər. Bəli, natrium 2 SO4 var, bəli, düzdür. Biz bunu da qəbul edirik. Qarışığın ümumi mol sayı 0,4, xeyr, ümumi sayı 0,3 olacaq. Ona görə də
14-cü sualda doğru cavab 1 ilə 2 olacaq. Sonra 15-ci sualı nəzərdən keçirdək. Deməli, metan yazıram. M qram bilmirəm neçə moldu. 16 qramın 1 moldu. N1 bərabərdir. M bölünsün 16. Sonra hidrogen M qramın bilmirəm neçə moldu. 2 qramın 1 moldu. N2 bərabərdir. M bölünsün 2. M bölü 16. Üstə gəl M bölünsün 2. Bunların cəmi 30-a bərabərdir. Hər tərəfi 16-ya vururuq. Bunu da vururam 16-ya. Üzrdən burada 28. H4-dən gedir söhbət. 28'dir bu. 28. M bölü 28. Burada deməli M bölü 28'dir. Mən bunu metan görmüşəm. C2H4'dür. Ona görə hər tərəfi 28'ə vururam. Hər tərəfi 28'ə vururam. Bunu da 28'ə vuracam. Bundan bu getdi. Bundan da bu gedəndə 14 qalır. Qalır deməli 15M bərabərdir 30 vurulsun 28. Bundan bu getdi ixtisara 2. M bərabərdir 56. Mən tapdım ki C2H4 də 56'dır. Hidrogen də 56'dır. Çünki eyni kütləlidir. İndi bunları biz reaksiya aparırıq. 56, 56, 28, 2, 56, 28'ə bölürəm 2. 56'ını 2'ye böləm 28. Ona görə də deməli hansı kiçikcə o tam sərf olunacaqdır. Deməli C2H4 tam sərf olunacaq. Hidrogen deməli artıq qalacaqdır. Tapıram nə qədər sərf olunur. Buradan deməli biz hesablayırıq ki 56 vurulsun 2 bölünsün 28. 4 qram sərf olunur. Əvvəl də 56 idi. 52 qram qalır. 15-ci sualda doğru cavab Y bəndində olacaq. Sonra gəlir burada deməli 16-cı sual. Deməli asetilendən etilenə keçəndə ancaq karbonla karbondakı sigma rabitə dəyişmir. Bu da deməli budur. Başqaları deməli karbona birləşən hidrogenin sayı dəyişir. Eyni zamanda hidrogen əvvəl var idi, sonra yoxdur. Pi rabitə deməli qabaq 3 dənə idi, indi 2 dənədir. Yəni ona görə də 16-cı sualda doğru cavab B bəndində öz əksini tapacaq. 17-ci sualı nəzərdən keçirdək. Metalın qatı nitrat turşuna reaksiyasından X qazı alınır. Alınmış məhlulun üzərinə 20% kalium OH məhlulu əlavə edəndə 0,2 mol göy rəngli çöküntü alınır. Göy rəngli çöküntü misə aiddir. Deməli bu metal mis imiş. Mis HNO3 qatına reaksiya daxil olanda əmələ gəlir mis NO3, 2 azot dioksid və su. Deməli burada mis sıfırdan gəlir, mis müsbət 2-yə 2 elektron, azot müsbət 5-dən azot müsbət 4-ə 1 yerini dəyişirəm, 2-ni yazıram, dəyişən azotun qabağına, azot sağda 4 dənə bura 4 yazıram, hidrogen solda 4 bura 2 yazıram və buradan alınmış məhlul üzərində 20% kalium OH, yəni X qram 20%-dir, X0 20 bölü 100. Həmin mis NO2-nin üzərinə gəlirəm 2 mol kalium OH. Çünki deməli reaksiya aparanda bu cür əmsallaşır, 2 kalium OH olur. Yəni də sonunda mis NO3 2 kalium OH əmələ gəlir mis OH2 göy rəngli çöküntü kalium NO3-una görə. Burada deməli X qram 20%, yəni X vurulsun 20 bölünsün 100 0,2 0,2x deməli. Mis NO3 2 üstə gəl kalium hidroksid deməli bu 0,2x bu 2 vurulsun 56 və 0,2 mol göy çöküntü əmələ gəlmişdi. Mis OH2 burada 1 yazıram. Buradan həll eləyirəm. 112 vur 0,2 bölünsün 0,2 bu 112 qram eləyir. Tapdım ki deməli burada bu 112 qramdır. İndi 112 qram tapandan sonra bu misin də qatı nitrat turşuna nə əmələ gəlir? NO2 əmələ gəlir. Ona görə də 17-ci sualda doğru cavab D bəndində öz əksini tapar. 18-ci sualda oksigendən ozonun alınması. Bura 3 yazıram, bura 2 yazıram. Deməli oksigen 40-dan başlayıb A-da qutarıb 40 minus A sərf olunub. Bu 6, bu da 3, bu da 2 və buradan tənasüblə tapırsan ki cavab 18-ci sualda 31-ə bərabərdir. Sonra 19-cu sual nəzərdən keçirdək.
Eyni doymuş monoamin monokarbon turşusunun tripeptidin nisbi molekul kütləsi. Tripeptid 3 dənə amin turşu, amma amin turşu moleküləsini bilmirəm. Və bu zaman buradan 2 dənə su çıxır. -36 bərabərdir 3x plus 12'ye. Buradan 3m bərabərdir 3x plus 48. M de bərabərdir x plus 16. Mən tapdım ki, bu amin turşunudur. Və amin turşu karbon N, H2N, -1, O2N, H2'dir. M'ri 14, M plus 47'dir. Doymuş bir atomlu spid karbon N, H2N plus 2O 14, M plus 18 ve görürüz ki spid deməli amin turşudan 29 gram azdır. Ona göre de biz x plus 16'dan 29 çıxacaq. Çünki x plus 16 amin turşunundur. Spid de bundan 29 vahid azdır. 16'dan da deməli 29 çıxırıq və 19-cu sualda doğru cavab Y bəndində öz əksini tapacaq. Sonra gəlir burada 20-ci sual mürəkkəb efir turşudan və spiddən ibarətdir. Y, yəni turşu homologiyanın ikinci cüvüdür, yəni sirkə turşusudur. Z isə metil etil efirin izomeridir. Spirtlər sadə efirlərlə izomerdir və metil etil efirində 3 karbon var. Deməli bu C3H7'dir və bunun adı nədir? Buna propil də deyə bilərəm. İzopropildə izopropil və propil deməli asetat, yəni bunun adı asetatdır. Birinci doğrudur. Propil format, burada format turşusu yoxdur. Etil propionat, burada propion turşusu yoxdur və propil etanoat, yəni ki mürəkkəb efirlərdə turşudakı karbonun sayı alkanı gözümüzün qabağına gətiririk. 2 karbon olan etandır. Axırda o at şəkilçisi izopropil və ya propil etanoat. Ona görə də 20-ci sualda doğru cavab 1 ilə 4 olacaqdır. Ondan sonra 21-ci sualda C4H9 xlor. Xlorun birləşdiyi karbon nöqtələşmə dərəcəsi müsbət 1'dir. Bu deməli CH3 xlor, yəni beləymiş ki karbon burada xlor elektron ötürür və müsbət 1 olur karbon. Natriumdan təsir eləyəndə natrium xlor aparır və təzədən özünə oxşar bir də birləşir və nömrələyirəm 1, 2, 3, 4, 2, 2, 3, 3 tetrametil butan və 21-ci sualda doğru cavab B bəndi olacaq. 22-ci sual nəzərdən keçirdək. Ekvivalentli metalın deməli sulfat duzunun üzərinə maqnezium gəlir. Maqnezium sulfat üstəgəli X və yazıb ki, ekvivalentli metalın sulfat duzunun məhluluna kütləsi 6 qram olan lövhə daxil edilib. Lövhə 6 qramdır və sonda lövhə 11,6 olub. Ortada nə qədər artım olub? 11,6 minus 6, 5,6 qram artım olub və bu zaman maqnezium SO4 duzu 24 qram olubdur. Artımı necə tapacağıq? Ancaq lövhələrə baxıram, bu 24, bu X-dir və artım dediyinə görə sağdakı bu lövhədən böyük olacaqdır. Yəni sağdakı metal soldakindən böyükmüş demək. Ona görə də sağdakindən soldakının ayrını çıxırıq. Maqnezium SO4 özü də 24 üstəgəl 96. Deməli 120'yə bərabərdir. 120 vur 5,6 bölü 24. 28 üstəgəl 24. Doğru cavab burada 52'yə bərabər olacaqdır. Ondan sonra gəlir burada növbəti məsələləri nəzərdən keçirdək. Deməli burada natrium karbonat verib, eyni zamanda kalium hidrokarbonat verib, eyni zamanda deməli kalsium karbonat veribdir və burada belə bir ifadə işlədir ki, artıq miqdarda su ilə bunları qarışdıqda 3 molu həll olur. Təbii ki, kalsium karbonat suda həll olmur. O 3 mol demək bu ikisinə aiddir. Və bunların ikisində deməli H-xlorla reaksiyasına aparırıq. Natrium xlor üstəgəl CO2 üstəgəl su. Bura 1-2 yazıram. Kalium hidrokarbonat üstəgəl H-xlor, kalium xlor üstəgəl CO2 üstəgəl su. Burada əmsallaşdırmaya ehtiyac yoxdur. Bunlar bir yerdə 3 moldur və bu zaman nə qədər CO2 alınır? Bura 2 mol yazıram. Bura 2 mol. Buradan bərabərdir 3 mol CO2 aldım. Amma ümumən H-xlorla reaksiyasından 5 mol CO2 alınıbdır. Deməli biz kalsium karbonatını da deməli reaksiyasına aparırıq. Kalsium xlorid CO2 üstəgəl su. Bura 2 yazıram. Və 5 mol CO2'nin 3 mol bunlarda alıbsa ikisi buradan alınıbdır. Və tənasib qururam, tapıram ki
2 mol da kalsium karbonat imiş. Bura mən 2 mol yazıram. Və burada müəyyənlədik ki, kalsium karbonat 2 moldur. Sonra deyib, bunlar qızdırılır. Biz bilirik ki, kalium hidrokarbonat da qızdırılır. Kali karbonat CO2 üstəgələ su əmələ gəlir. Çünki natrium karbonat parçalanmır. Eyni zamanda kalsium karbonat da parçalanır. Kalsium oksid və CO2 və biz kalsium karbonat 2 mol tapmışdıq. Bu zaman burada nə qədər CO2 alınır? Tapıram 2 mol, amma parçalanmadan ümumən 2,5 mol CO2 alınıb. Onun 2 molu buradan alınıbsa 0,5'i buradan alınıb. 2 və tapırıq ki, buradan 1 mol kalsium hidrokarbonat olur və 23-cü sualda doğru cavab D bəndidir. Ondan sonra 24-cü sualda normal butan karbon H3, karbon H2, karbon H2, karbon H3 çevrilir. Karbon H3, karbon H, karbon H3. 5 moldu bu. Təbii ki, bunun x molu sərf olunur. Onda bu x mol alınır. Deməli, sonunda 5 minus x bundan qaldı. X də bu alındı və yazıb ki, alınan qarışıqda, yəni bu ikisində alınan qarışıqda deməli, ikili karbon sayı. İkili karbon ancaq buradadır. 2 dənədir. 5 minus x 2'ye vuranda 10 minus 2x eləyir. Ümumi karbonun burada demək karbon 4 dənədir. 5 minus x-ə vuranda 20 minus 4x olur. Üstə gələk deməli 4 dənə də buradadır. Plus 4x, bu da deməli 0,14'e bərabərdir. Buradan 4x'lar getdi xısar. 20'ni vururam 0,14'e 6. 4x buradan bərabərdir deməli 2'ye. Tapdım ki, deməli 2 mol və x 2 oldu. 5'in x'i, yəni sərf olub izomerləşməyə daxil olub. Bu da deməli 24-cü sualda 40% edəcək. 25-ci sualı nəzərdən keçirdək. 25-ci sualda deməli başlayırıq məsələni. Biz bilmirik neçə qram məhluldur, amma 30%-lidir. Onda bunun 0,3A'sı həll olandır və sonra bunun üzərinə deməli biz artıq yəni bunu biz müəyyən eləyəndən sonra buradan deməli artıq həll olanı tapdıq. İndi deməli burada diqqətlə fikir versəniz, deməli 300 qram su əlavə olunanda kütlə payı 12 olur. 12'ni 0,12 yazıram. Həll olan 0,3 adı məhlul A idi və üzərinə 300 qram gəlirəm. Bundan bu getdi ixtisara. 0,3 A-nı 0,12'ye böləndə 2,5 A bərabərdir A plus 300'ə. 1,5 A bərabərdir 300'ə. A da buradan bərabərdir 300 bölünsün 1,5 A buradan 200'ə bərabərdir. Yəni bu 200 qram 30%liymiş. Hansı ki, burada həll olan 200 vur 30 bölü 160 qram imiş. Və deməli indi bizdən A-nı soruşur. 100 qram su əlavə eləyəndə A faiz olur. A buradan bərabərdir. Həll olan 60'dır. Məhlul 200'dür və bunun üzərinə 100 qram gəliblər və buradan 60 vurulsun, 100 bölünsün. Deməli 300 doğru cavab. Deməli 25-ci sualda 20% olacaq. Ondan sonra gəlir burada 26-cı sual. 26-cı sualda deməli H2S-i natamam yandırıram. Əmələ gəlir H2O üstə gəl S. Solda oksigen 2 dənədir. Bura 2 yazıram. Hidrogen sağda 4 oldu. Bura 2 yazıram. Kükürt oldu 2. Bura 2 yazıram. Sonra bunu mən tam yandırıram. H2 üstə gəl oksigen. H2O üstə gələk SO2. Solda sağda oksigen 3 dənədir. Bura 1,5 yazıram. Vergülü olanda bunların hamısını deməli 2'ye vuracağım. Bunun istik effekti A'dır. Bunun istik effekti B'dir və kükürt dioksidin əmələ gəlməsidir. Yəni əsas tənlik budur. Əsas tənlikdə görürsünüz ki, kükürt sol tərəfdədir. Ancaq birinci tənlikdə kükürt sağ tərəfdədir. Ona görə biz birinci tənliyin sağla solun yerini dəyişirik. 2 kükürtlə 2 su keçir sol tərəfə. 2 H2S ilə oksigen keçir sağa. Ona görə A olur mənfi A. Ancaq məndə əsas tənlikdə kükürtün qabağında 2 yoxdur. Ona görə bunların qabağındakini 2'ye bölürəm. 2'ye böləndə onda bu olur mənfi A böl 2. Mənim əsas təlimdə isə o ki sağdadır. Deməli biz aşağıdakini artıq silək, çünki bu bizə daha lazım deyil. Çünki biz bundan qutardıq.
Aha. Əsas təlimdə deməli SO2 sağdadır. Burada da sağdadır. Ona görə mən bunun B-sinə əl vurmuram. Amma məndə əsas təlimdə SO2-nin qabağında rəqəm yoxdur, ancaq burada rəqəm var. Ona görə də biz onu pozmalıyıq. Pozanda 1,5. Bu getdi, bu getdi. Bu da B bölü 2 olur. Sonda bunların cəmi, yəni ki, B minus A bölü 2 bu reaksiyanın istik effekti olur və bizə də bunun əmələ gəlməsini deyir. İstilik effektini əmələ gələn əmsalına bölürəm. Əmələ gələn yenə SO2 əmsalı 1-dir və 1-ə böləndə ilə B minus A bölü 2 eləyir. 26-cı sualda doğru cavab B bəndində öz əksini tapacaqdır. 27-ci sual. Polimetil metakrilat CH2C COO CH3 CH3 bunun polimerləşmə dərəcəsini X götürürəm. Bunun emeri 100'dür. Hesaplaya bilərsiniz. Onda deməli burada belədir. Məsəl üçün də A bərabərdir 100x olur. A bərabərdir 100x olur. Daha doğrusu hələlik ki, bunun maliyyə kütləsi 100x-dir. Yəni belə deyək də maliyyə kütlə burada 100x-dir. Ondan sonra divinil kauçuku gəlir CH2 CH2. Bunda polimerləşmə Y-dir. Burada da olur 54x, Y daha doğrusu. Ondan sonra gəlir burada polistirol C6H5 CH2. Bunda polimerləşmə dərəcəsi Z-dir. Bu da deməli 104 Z olacaqdır. Amma deyək ki, burada bunların hamısı bərabər kütləyə malik olsun. Yəni X, Y, Z-in yerinə elə bir rəqəm yazın ki, bunlardan hamısı bərabər olsun. Təbii ki, onda balacaya, bu da balaca hansıdır? 54'dür da. Balaca daha böyük rəqəm yazmaq lazım ki, böyüklərə gəlib çatsın. Aydındır. Balacaya daha böyük rəqəm yazmaq lazımdır. Yəni yenə ki, gəlsin böyüklərə çatsın. Ona görə də Y böyükdür. Deməli, X böyükdür. Deməli, Z olacaqdır. 27-ci sualda doğru cavab deməli Y böyük, X böyük, Z, Y bəndi olacaqdır. Ondan sonra gəlir burada 28-ci sual. Deməli, T böyükdür 40. Bu molekul daxili dehidratlaşmadır. Bu zaman buradan etilen alınır etanoldan. T kiçik 140 isə deməli artıq molekul arası dehidratlaşmadır. Bu zaman dietil efir alınır. Yazır ki, Y adi şərtdə bromlu suyu rəngsizləşdirir. Xeyr, Y rəngsləşdirmir. Y molekul daxili, xeyr, molekul arasıdır. Z polimerləşməyə daxil olur. X polimerləşməyə daxil olur. Bəli, karbon atomlarının 2 qat rabitə varsa bu polimerləşməyə daxil olacaq və 28-də doğru cavab D bəndi olacaq. Ondan sonra 29-cu sualı nəzərdən keçirdik. 29'da 2 brom butan, karbon H3, karbon H, brom, CH2, CH3. Bunun üzərinə natrium OH spiritə məhlulu gələndə natrium bromu aparır. Bura nöqtə qoyursan ki, bu brom verdi. O H-a lazım olan hidrogen isə həmin brom verən karbon var, həmin brom verən karbon. Ona birləşən karbonlarda hansında hidrogen azsa ondan gedir. O H ondan hidrogen aparır. Bəli, bu zaman nə alındı? Bu zaman buradan deməli buten 2 alındı. Sonra bunun üzərinə xlor gəlirəm. Xlor gələndə xlorlar gəlib birləşib bura 2 qat getdi. İndi dihalogenin üzərinə natrium OH spiritə məhluluna gələndə halogenlər gedir. Bu zaman ortaya 3 qat rabitə düşür. Yəni alkin alınır. Yəni biz bunların hamısını keçmişik. Və alkinin üzərinə su gələndə, yəni karbon H3, bunun üzərinə mən su gələndə hidrogen birləşir 2 qatda birinə, OH da birləşir birinə. Bu zaman demişdim ki, bu Kucher reaksiyada 2 qat rabitə birləşən karbonda oksigenə birləşən hidrogen 2 qatın digər tərəfinə keçir. Yəni buradan nə alınır? Buradan keton alınır. Və bizə deyir ki, burada polar kovalent rabitə. Polar kovalent deyəndə hidrogenləri sayıram. 8 dənə, bir də ki, karbonla oksigen arasında doğru cavab 10 eləyəcək. 29'da doğru cavab deməli B bəndi olacaq. 30-cu sualda hansı reaksiyada duru sulfat turşusu götürülmüşdür? Təbii ki, burada əsasən hidrogen ola bilər, H2S ola bilər, SO2 ola bilər. Yəni duruda budur, qatıda da bunlardır da.
Və nə hidrogen, nə də SO2 oksigenlə 2 maddə əmələ gətirə bilməz, ancaq H2S əmələ gətirə bilər. Y H2S-dir. Bunu bir yana qeyd edirəm və H2S oksigenlə nə əmələ gətirir? SO2 ilə su əmələ gətirir. Yəni X ilə T də nədir? SO2 ilə sudur. Və burada əsasən bilmirik, indi biz bura deməli Z, indi burada X ilə T aydın məsələdir. Ya SO2-dir, ya da sudur. İndi biz bura S yazsaq, bu SO2 alınacaqdır. Yəni Z-in yerinə S yazsaq, T SO2 olacaqdır. Z də buradadır və kalium heç vaxt kükürt vermir axı. Z-in yerinə S yazanda SO2 alına bilər. Çünki burada X-dən T bilmirəm hansı suda, hansı SO2-dir. Mən də düşünürəm ki, bura mən S yazsam Z-in yerinə, bu SO2 verir. Amma yadda saxla girəm, burada Z kalium reaksiyasına alınıbdır. Kaliumda kükürt vermir. Ona görə bir mənalı şəkildə Z burada hidrogendir. Deməli, burada müəyyənlədi ki, bu olacaqdır T, bu da olacaqdır X və Z də olacaqdır hidrogen. Və yazıb ki, deməli, xromun sülfat nəriyyəsində X alınır, X SO2-dir, bu qatıdır. Bu qatıdır. Kalsiumun qatı sülfat nəriyyəsindən Y alınır, H2S, bu da qatıdır. Amma kaliumun qatı sülfat nəriyyəsindən hidrogen alınır, bu durudur. Ona görə doğru cavab yalnız 3 olacaq. 30-cu sualda doğru cavab deməli, D bəndində öz əksini tapacaq. 31-ci sualda natrium qatı nitrat turşusundan diazot monoksid əmələ gətirir. Burada müsbət 1-dir. Katalizator iştirakı ilə NO alınır. Burada müsbət 2-dir. Buradan da deməli karbamid alınır və karbamiddə də deməli bu mənfi 3-dür. Ona görə burada deməli artma cərgəsi dediyinə görə Z X, Y istiqamətində 31-ci sualda doğru cavab deməli Y bəndində öz əksini tapacaq. Ondan sonra gəlir burada 32-ci sual. Yəni bu neçənci sual idi? Bu 31-ci sual idi. İndi gəlir burada 32-ci sual. 32-ci sualda propanal necə yazılır? Karbon H3, karbon H2, COH, bu sp3 hibrid vəziyyətində sp3, bu da sp2. Ona görə burada sp3, sp3 və sp3, sp2 var. 32-ci sualda doğru cavab deməli A bəndi olacaq. Suda yaxşı həll olan maddələr amin turşu olan glisin və etanoldur. Sonra 34-cü sualda deməli X peroksid verirsə, X deməli oksid verirsə bu lityumdur, Y peroksid verirsə natriumdur, Z də superoksid verirsə kaliumdur və bu istiqamətdə ərimə temperaturu artır. 34-cü sualda doğru cavab deməli Z, Y, X istiqamətində olacaq. 35-ci sualda qatı məhlum maye şüşə adlanan yanmayan parçaların, taxta məmulatlarının, kağıdların və yapışqan hazırlanmasına istifadə olunan maddə. Bu natrium kislisi MO3 və ya kalium kislisi MO3-dür. 35-də doğru cavab deməli B bəndi olacaqdır. Sonra gəlir burada 36-cı sual. 36-cı sualda deməli təbii ki qızdırıldıqda kalsium karbonat parçalanır. Əmələ gəlir kalsium oksid, üstə gələk CO2, kalsium karbonat, kalsium oksid CO2. Əvvəl bərk idi, M idi, sonra M-22 olub, yəni azalma olubdur 22 qram. Bu qaza və suya aid parçalanma reaksiyalarına. Bura 44 yazıram. Eyni zamanda bizdən deməli 2 mol duzdur və 2 mol duzun deməli görə nə qədər kalsium karbonatdır? Tapıram ki, deməli 0,5-i, onda 2-nin də 0,5-i kalsium karbonatdır, 1,5-i natrium karbonatdır. Ona görə də 36-cı sualda doğru cavab deməli A bəndində öz əksini tapacaq. 37-ci sualda hansı sinifin ən sadə nümayəndəsinin molekulunda cəmi 3 karbon var? Aldehidlərin sadə nümayəndəsində 1 karbon var. Alkadiyində deməli 2 nümayəndə, yəni bu uyğundur. Eyni zamanda sikloalkanda 2 nümayəndə 3 karbon uyğundur. Sadə efirlərin 2 nümayəndəsinin 2 karbonu var. Alkinlərin 2 nümayəndəsinin 2 karbonu var. Ona görə 37-ci sualda doğru cavab deməli 2 ilə 3 olacaqdır. Ondan sonra 38-ci sualda 6 dənə karbondur və metilin maksimumdur. Bu deməkdir ki, burada bu karbon H2 xlor 1, 2, 3, 4, 5, 6 dənə. Və bunun üzərinə çink gələndə bu zaman sikloheksan alınacaq. Çünki deməli halogenlər aralıdır. 38-ci sualda doğru cavab B bəndində öz əksini tapacaq.
Sonra gəlir burada 39-cu sual. Magnezium reaksiya daxil olur. Deməli azotla magnezium nitrit əmələ gəlir D. Bura 3 yazıram. Bu 200 qramdır. Burada 100 qram yazıram. A qram. 3'ü vururam 24'e 72. Bu da 28. A'nı bölürəm 72. A'nı bölürəm 28'e. Hansı kiçikdir magnezium? Ben onunla işləyəcəm. Ve yazıram A qram magnezium 200 qram magnezium nitrit 72 qramdan 100. Bundan bu getdikcə 2. Ve 2'ni də vururam 72 eləyir 144 qram. Deməli hər ikisi bulan 144 imiş. Magnezium da 144 imiş. Deməli azot da 144 imiş. Ancaq burada 144 72'ye bölürəm, 144 28'e bölürəm. Hansı kiçik rəqam alınırsa o tam sərf olunur. Deməli azot tam sərf olunur. Üzrdən magnezium tam sərf olunur. Azot artıq qalacaq. Azotun 144'ünü yadımızda saxlayırıq. Bura özümüzdən bir M yazırıq. 144 vurulsun. 28 bölünsün 72. 56 qram sərf olunur və bu zaman yerdə 88 qram qalır. Ona görə doğru cavab deməli 39'da Y bəndində öz əksini tapacaq. Və 40-cı sualı nəzərdən keçirdək. 40-cı sualda karbon N, H2NO2 turşudur. Bu yanında M mol CO2 və N mol su alınır. Burada görürsünüz ki CO2 2A alınıb. Aşağısına deməli 44N yazdım çünki kütlədir. Bu isə deməli A sərf olubdur. A yazıram. Burada 14N plus 32 yazıram. A'lar getdi ixtisara. Bununla bu getdi. Burada qaldı 22N. 8N bərabərdir 32N bərabər 4'ə. Mən tapdım ki bu C4H8O2'dir. Və burada əsasən mən N'ə 4 tapdımsa gətirib burada yenə yazanda 4 mol su, yəni 72 qram su ilə, yəni A, yəni suyu, burada məndən nəyə soruşur? X'i soruşur. X'i soruşur. Deməli mən yəni suyun kütləsi neçə oldu? Deməli 72 qram oldu. Ona görə doğru cavab 40-cıda A bəndi olacaqdır.